Salam dostlar. Bircə onu bilirəm ki, eğer vacib işiniz yoksa Rusya'ya gelmeye tələsməyin. Çünkü bu büyük bir təhlükədir. Doğrudan da büyük bir təhlükədir. Bu günahların qapısı hardadır. Canımız çıktı. Həqiqətən vacib işiniz yoksa gelmeyin Rusya'ya. Hələlik gelmeyin, ne olur. Demək 2 reisli gözləyirəm. Benimle beraber de hamı. İnsanlar pələsəng oldu yollarda. Oğul, uşaq, körpələr, hamı əziyyət çəkir. Reis nə vaxt olacaq bəlli deyil, nə vaxt qutardı bəlli deyil, gəldi mi, gəlmədi mi, məlumat belə vermirlər. Özləri də bilmirlər nə baş verir. Ona görə çox böyük təhlükədir bu aralar Moskvaya gəlmək. Nə indi siyasətdir də biz bilmirik. Hələlik biraz dincələk. 3-cü təyyarə gözləyirəm. 3-cü. Çox təhlükəlidir. Saat 3:32. Bu nə müsibətdiyim də deyirlər reis atmayacam. Yine geri çıxası oldu. Saat 4:54. Baxın, ışıqlanır hava. Bizi hələ otelə yerləşdirməyiblər. Azal demək sərnişinlərə və vətəndaşına demək olar ki, qayğı göstərmir. Təsəvvür edin ki, biznes klasa bilet alasan, ekonom ver əvəzinə. Ekonomun qiymətini soruşsan, biznesdən 100 manat aşağıdır. İnsafınız kəsilsin sizin. Bu nə işgəncədir verirsiniz bizə. Hər bir şirkətin borcudur. Qorusun öz müştərisini. Siz heç qorumursunuz. Azalın. Görürsünüz. Ne yazılıb, ne yaxşı baxın. Yani burada belli değil hansı reis uçur. Kim uçur, kimin bileti haçanadır. Elə bir ki marşrut avtobus gözləyirsən, kimə yer olsa o oturacaq. O vəziyyətdəyik. Dünəndən bəri Azalın 2 nümayəndəsidir. Dünən Vüqar işdən çıxıb, bugün də o birisi qız işdən çıxır. Deyir, biz bu şəraitdə işləyə bilmirik. İnsanlar bizi acılayır. İnsanlar da normaldır ki, yəni ötən gecə, şəxsən mən 21:40-da uçmalıydım ötən gecə. Yani insanı insanlıktan çıkardıp sonra da insan davranışından narazılıq edirlər. Ben yani Azal balaca şirket değil ama bu hərəkət çox cılız hərəkətlərdir yani. Başa düşürəm Rusiyanın səması təhlükəli deyirlər, hər nə deyirlər. Başqa reislərə təhlükəli deyil. Demək hamı çarə tapıb biz tapa bilməmişik. Yəni bizim işləyən başımız yoxdur. İnsanlar durumuna baxın. Görün insanlar necə iflic elədilər. Reislər bir-birinə girdi deyə. Mən artıq yorulmuşam da eyni söz təkrarlamağa, amma məcburam. Azalın nümayəndəsi belə yazıq yerində durmur. Kənara çəkilib köhnə reisləri bərpa eləməyə çalışır. Bax insanlar bu vəziyyətdə, hamının əlində biletdə pərişan. Pərişan vəziyyətdə hamı qalıbdır. Bu oğlan bilməlmədim. Allah ondan razı olsun. O da bizi kimi sərnişindir. İnşallah uçar. Amma hamıya kömək eləməyə çalışır. Buna bax. 3 reisdən qalan insanlarıq da biz. Gətirib qaçqın kimi yemək talonu paylayırlar. Təsəvvür edirsiniz insanlara. Vnukovo aeroportunun sərnişinlərinə verdiyi otelə baxın, acaba. Yəni, bu vəziyyətdə daha nə cür davranmaq olar? Mən necə bilmirəm. Buradan gedəcəyəm. $111 hələ. Neçə dedi bu? 112. Allah'ımdan aşağıdaymış. Bismillah, bismillah, bismillah. Bismillah, bismillah. Bismillah. Ay Allah, gör ne gündedir.
Şahların oteli. Hele biz business class'ın nümayendeleriyik. Bize buranı veripler. Kör o olmasak cemaat kimi hamı yerde yatırdı beton üstü. Təsəvvür eləyin ki, ayaklı əməliyyat olunmuş bir insana bu ne boyda işkencedir. Hele orada bir kişi ay, sesim de batıp bilsinler. Hele orada bir kişi insülini kurtarıp hiç yardım eden de olmadı.